Hər kəsə salam, əziz izləyicilər. Bu videomuza da xoş gəldiniz. Bu videomuzda nədir? Türkiyədən verdiyim mal gəldi. Protection Ocean firmasından verdiyim mal gəldi. Mən onların, məhsullarından istifadə edirəm, proteinlərindən istifadə edirəm. Ən çox pre-workoutdur. Kreatin yox, yəni kreatin onsuz da kreatin təsir göstərir. Kreatin yox, amma pre-workoutdur, çox superdir pre-workoutları. Yəni enerji olaraq, çox güclü, dəstək verir, idmanda performansı artırır və gücü də artırır. Yəni mən ayaq günündə və yaxud çiyin günündə, ağır günlərdə onu istifadə edirəm. Yoğun bir məşq günlərində istifadə edirəm. Pre-workoutdur və multivitaminlərdir. Keçən videolarda mən sizə demişdim vitaminlərin sifariş verdiyimi. Yəni vitaminlərdən çox atıram, omeqadır, balıq yağı. Multivitamindir, bütün içində vitaminlər olan. Və bir də açaq göstərəcəm sizə vitamin D3-dür. İndi sizə açım, hamısını göstərəcəm aydın bir şəkildə, siz də baxacaqsınız. Yəni sifariş vermək istəsəz, girib zakaz eləyə bilərsiniz. Məhsulları normaldır. Mən nəticəsini görmüşəm ona görə. Yəni mən reklam məqsədində çəkilməyib bu. Yəni bunu qabaqcadan deyim ki, biləsiniz. Reklama görə çəkmirəm. Sadəcə olaraq istifadə eləmişəm, nəticəsini görmüşəm. Ona görə də alıram, istifadə edirəm. Sifariş verirəm hər dəfə qutardıqca. Sağ olsunlar bizə bir dənə shaker göndəriblər. Yəni sifariş çox olanda shaker'ı hədiyyə edirlər. Bir dənə shaker göndəriblər Protection Ocean və bir dənə fıstıq əzməsi vermişəm sifariş. Fıstıq əzməsi sıradan fıstıq əzməsi deyil, təbii ki, şokoladlı fıstıq əzməsidir. Çox dadlı görsən. Yəni baxmışdım şəkillərdə, dadmamışam, amma məncə superdir. Yəni 750 qramdır. Fıstıq əzməsi şokoladlıdır. Burada arxasında da hər şey sizə açıq şəkildə yazılır. Yəni haqqında, sonra nələr var. Məsəl üçün yağ var 48 qram, o ki bunun içində. Doymuş yağ var 12 qram, enerji var 2497 kalori. Deməli, sonra lif var 15 qram, protein var 23 qram, karbohidrat, şəkər 4 qramdır. Şəkər çox yoxdur, şəkər azdır. Yəni istifadə eləməyə dəyər. Budur. Bunu da ki necə? Yəni belə adi qaşıqlayıb yemək üçün yox. Təbii ki, protein nəsə qarışdıranda, bir protein hazırlayanda whey proteinlə və yaxud da rice creamlə, yemək əvəzi rice creamlə. Onu da üzərinə tökmək üçün, dadlandırıcı üçün həll eləmək olar. Bu da rice creamdir. Bunu da aldım. Bunu indi sizə açıb göstərəcəm. Burada 9 ədəddir. Bir paçkadır. Bir paçkanın içərisində də 9 ədəddir. Rice creamləri ucuz olur. Bunlar hazır yemək kimi bir şeydir. Düyü kimi bir şeydir. Sadəcə un vəziyyətindədir. Su ilə qatıb, su ilə qarışdırıb. Su ilə qarışdırırsınız, həll olur. Həll olandan sonra da yeyirsiniz. Yəni üzərinə meyvə də töküb yeyə bilərsiniz. Belə rahat. Düyü əvəzi də belə deyək. Bu içində 9 ədəddir, 3 ədəd keksli gəlibdir bənövşə rəyində. 3 ədəd bu limonlu cheesecake'dir. Və 3 ədəd də şokoladlı olar, çox güman. Bir dənə baxım, şokoladlı. Bu bir porsiyadır. Bunu gün ərzində 2 dəfə istifadə edə bilərsiniz. 2 dəfə, 1 dəfə maksimum. Yəni qalan şeyləri onsuz da yeməyinizdən götürəcəksiniz. Yeməkdən qidalanacaqsınız. Yəni yemək çox yersə heç buna ehtiyac yoxdur. Sadəcə olaraq mən məsəl üçün işlə bağlı elə olur ki, çatdıra bilmirəm də, yəni müəyyən kalorini götürə bilmədiyim üçün bunu da əlavə sifariş vermişəm. Onun xaricində əsas dediyim şeylər omega 3 vitaminlərdir. Ən çox verdiyim sifariş vitaminlər. Vitaminlər çox əla bir şeydir, əziz izləyicilər. Belə idman elədiniz və eləmədiniz. Yəni belə də vitaminlər içməyiniz yaxşıdır. Günlük istifadə olunan vitaminlər. Bu da multivitaminli, içərisində hamısı var. B12-dir. Sonra hamısının zaten arxasında dəyərləri yazılıbdır. Açıq aydın şəkildə. Bundan 2 komplekt vermişəm. Bu ən azı üçlü şəkildədir, paket şəkildədir, üçlü şəkildədir. Bir dənəsi çox güman ki, bir 2 ay istifadə eləmək olar. Gün ərzində bir dənə atırsınız zaten hamısından. Alındığınız müddət hamısını aşağıda yazır, onsuz da göstərir sizə. Vitamin D3 hamısı burada yerində. Bu da belə. Hərəsindən 2-2 sifariş vermişəm. Bu da omega 3. Bunlar belə. Və əsas məsələyə gələk. Əsas məsələmiz açıb göstərim sizə. Paçkası biraz.
Yeni çıxan, orada lansmanda var idi, yeni çıxmışdı. Pre-workout, əsas məsələ dondurmalı pre-workout. Pre-workout çox superdir. Mən bunu məsləhət görürəm. Düzdür, həftədə bir dəfə için çox içmək olmaz. Yəni həftədə bir dəfə içə bilərsiniz. Həftədə bir dəfə ağır gününüzə salın, için, çox yox amma 4 qram, 5 qram. Çünki birinci içəndə 4-5 qram hələ mən içmişdim, çox təsirləmişdi. Yəni həqiqətən enerji verir. O, qəşəng iyisi var. Qəşəng iyisi var, biraz elə şəkər, dondurmalı şəkər. Hə, turşməcə. Hansısa bir şirniyyatın iyisi gəlir. Hansısa bir şirniyyatın iyisidir. Hə, hansısa bir şirniyyatın iyisidir. Elə bir şeydir, amma yəni dondurmalıdır da. Belə adı dondurmalı gedir. Belə. Yəni bu da endirimdə idi təzə çıxdığına görə. Normalda pre-workoutlar 20 manatdır. Orada əjdaha qanı var, şir qanı var, almalı var. Yəni fərqli-fərqlidir pre-workoutlar. Bunu da yoxlamaq üçün aldıq. Bundan əvvəlkini göstərmişdim sizə. Əjdaha qanı idi, Dragon Blood idi. Bu isə dondurmalıdır. Bunu da məşqdə içib yoxlayacağıq. Bunu açansa yoxlayacağıq məşqdə, ağır günlərimizdə. Belə, hələlik sifariş verdiklərim bunlardır. Əzizləyicilər, bunu da bir dənə açın, fıstıq əzməsinə bir dənə baxın. Hamısı qablaşdırma superdir, yəni hər şey qaydasındadır. Əriyib deyəndə belə olur da, bunlar belə olur. İçindəki, o başqadır. Əladır, pis deyil. Süper. Qəşəkdir. Özü dözümlü şeydir, belə doyumlu, dobru bir şeydir də, yəni. Maksimum 2 qaşıq atsaz bəsdir, həmən dəqiqə tutacaq sizi. Belə, bu da əla. Düzdür, şokoladın dadı çox gəlmir. Ən çox fıstıq əzməsinin dadı gəlir. Amma yəni şokolad da var da tərkibində. Yəni şokolad da qatıblar ki, dadlandırıcısı biraz fərqli olsun. Tək fıstığı çox adam ola bilsin ki, götürənməz də yeyənməz. Protein olsundakı heç nədə, bunu da rahat sən istərsən. Arada shaker düzəldəndə. Bir dənə prosto whey də alacağım. Dubai çikolatalı whey var idi orada, Dubai şokoladdır. Onun wheyini də alarıq. Bu da ki, qabdır da, verdilər sağ olsunlar, düşdük qabağa. Vitaminləri mütləq alın. Protein almasanız belə vitaminləri alın. Bunlar günlük istifadə edəcəyiniz vitaminlərdir. Bunlar mütləq bunlardan istifadə etməlisiniz. Əlim şokolad oldu. Mütləq bunlardan istifadə etməlisiniz. Belə. Dedim bir də pre-workoutun dadına baxaq da. Pre-workoutun dadına baxım. Görüm necə bir şeydir. Hazır. Qramı çox qatmayaq. Onun üstə idman yoxdur bu günləri. Yalandan. Yaşlı rəhti oldu. Hı. O bəlkə az oldu. Yəni. 10 qram. 10 qram. Normalda 20 qram yazılıbdı. Normalda qabında 20 qram yazılıbdı. Amma ki, yəni 20 qram qatmayın. Yəni birdən-birə 20 qram atmayın. Çünki mən bir dəfə yoxladım, amma 20 qram atmamışdım. Hələ 5 qram atmışdım. Birinci çox güclü təsir verir. Yəni enerji olursa dayanmırsınız bir yerdə. Birinci 4-5 qram atın, yoxlayın. Sonra yavaş-yavaş təsiri itir. Yəni maksimum 1 saat sizi enerjili saxlayır. Da o 1 saatda nə elədiniz, elədiniz. Yəni maksimum ağırlıqları girin, qaldıra bilirsiniz. Belə, yəni performansı güclü eləyir. Çəkiləri maks qaldırın. Yəni birinci 4 qram, 5 qram qatın, sonra o biri məsəl üçün həftədə, yəni həftədə bir dəfə içməyiniz yaxşıdır. Həftənin 3 kafein var da tərkibində. Yəni həftədə 3 dəfə gedirsə, 3 gündə içsəz, yəni təsiri görməyəcək. Çünki birinci səfər içəndə təsiri güclü olur, amma ikinci, üçüncü səfər içəndə təsir azalır. Çünki bədəndə kafein çoxalır deyə ona görə. Belə, yəni ara məsafə buraxaraq eləyin. Yəni həftədə bir dəfə için. Dadına bir dənə baxaq. Sərin bir şeydir. Bilsə nə dadı gəlir? Belə yupilər olur, yupi. Yupinin dadı gəlir bundan, amma sərin bir yupidir, sərin dad gəlir.
O biri Əjdaha qanı pre-workout daha yaxşıdır məncə. Buna baxanda o daha yaxşıdır. Öz saytlarında da var izləyicilər. Protein Ocean'ın səhifəsinə girsəz orada görəcəksiniz. Amma pisləməyək də, bu da normaldır. Pis deyil. Amma məncə Əjdaha qanı olan, Dragon olan daha yaxşıdır bundan. Yupi kimidir. Sərin bir dad gəlir. Sərinlik var. Bir dənə iç bax, görəcəksən. Yupi kimi də, o birisi amma daha yaxşı. Bunun iyisi daha yaxşı gəlir. Bunun iyisi qəşəng gəlir. Hərəsinin öz dadı var əslində. Hərəsi fərqlidir. O birisi daha yaxşı. O birisi daha yaxşıdır. Hə, məncə də. O birisi daha yaxşıdır. Bunu yoxladıq, eybi yox. Bunu da yoxlamış olduq. Yaxşıdır amma pis deyil. Yəni içmək olar, problemli bir şey deyil. İçmək olar. Sadəcə olaraq o biri bizə görə məncə daha yaxşıdır. O biri daha çox superdir. Cream of rice şokoladçısını qatıb burada hazırlayacağam. Göstərim sizə də necə hazırlanır. Burada arxasında yazıb ki, bişirmək lazımdır, amma bişirməyə ehtiyac yoxdur. Yəni hardasa bir 2-3 dəqiqə qarışdırdınız, üst tökə-tökə, demək olar ki, hazır olur da, həll olur həmin dəqiqə. Birinci bir dənə kasaya tökürük. Burada da kakraz yeməyimizdir. Toyuğun sinəsi, bir də düyü, qəşəng. Bunu da yeyəcəyik. Bu da plus olaraq, belə bir şey, dabaqlı olaraq. Su, tefal da buradadır. Aşağıdan biraz. Kasanı qaldırdım. Baxın, biraz tökdük. Gözücü da, gözücü. Tökdükcə də qarışdırırıq. İçini çək. Right. Bu vəziyyətdə. Bunu yaxşı-yaxşı qarışdırmalısınız. Axırda deyəcəm necə olacaq. Belə hər dəfə biraz tökə-tökə onu qarışdırıb o hala gətirirsiniz. Bu qədər bəsdir. Yaxşı-yaxşı qarışdırım. Sizə göstərəcəm. Hazırdır. Baxın, belə olacaq bu vəziyyətdə. Qarışandan sonra baxın bu vəziyyətdə olmalıdır. Elə ki, puding kimi də, belə deyim. Puding kimi. Bu vəziyyətdə olmalıdır. Hazırdır demək olar ki. Sonra bunu yeyirsiniz. Qəşəng şokolad dadı gəlir. Biraz da üstünə fıstıq əzməsi. Qaqa, bu elə bil. Bax. Sən. Su. Qəşəng dadlandırıcı üçün bunları tökdük üstünə. Hazırdır. Whey də olsaydı vapşım süper olardı. Amma indi whey yoxdur. Whey də alacağım inşallah. Whey də alandan sonra vapşım. Bundan sonra ötürün geçsin. Bundan sonrası ancaq yemək. Yemək qaldı. Bunu əlavə yemək kimi yeyə bilərsiniz. Yenə düyüdür, toyuğun sinəsidir. Bu da həmişə kimi öz qaydasında, o da öz yerində. Onu yeyirsiniz, bunu da əlavə yeyə bilərsiniz. Acanda tez həll olunan bir şeydir. Həm də baha deyil. Yəni mən bunun paçkasına 4-5 harca 4-5 yox, amma bir 7-8 manat pul vermişəm. İçində də 9 dənə. Yəni bu da sizi 9 gün idarə eləyər. Temudan da sifarişlər vermişik. Kitaydan da gəlir. Bu Türkiyədən gələndir. Kitaydan verdiyim biləklik vermişəm bir dənə. Onu da sizə çəkib göstərərəm. Prosta o hələ çatmayıbdı. Ona görə onu sizə çəkib göstərmədim. Onu da göstərəcəm. Biləklik sifariş vermişdim. Bir də çanta sifariş vermişdim. Belə. Bizi izlədiyiniz üçün təşəkkürlər. Var olasınız. Yəni çəkdim, göndərdim. Başqa bir nələrsə alanda sizə izahlı bir şəkildə çəkib yenə göstərəcəm, paylaşım eləyəcəm, baxarsınız. Bizi izləmədə qalın, maraqlı videolar gələcək. Sağ olun, salamat qalın.